Salam. 6-cı bölmə kimyəvi reaksiyaların testlərinə baxaq. Boşluqlara uyğun ifadələri yaz. Hadisə fiziki və yaxud da kimyəvi olduğunu müəyyən etməliyik. Paslanma və çürümə zamanı tərkib dəyişir. Demək ki, kimyəvi hadisədir. Buxarlanma və distillə bu zaman tərkib dəyişmir və bu qarışıqların ayrılma üsullarına aiddir. Ona görə fiziki hadisədir. Fiziki hadisəyə, kimyəvi hadisəyə kənardakılardan yanma, ərimə, süzmə, qızqırma hansılar aiddir? Yanma kimyəvidir. Çünki tərkib dəyişəcək. Geri dönüş yoxdur. Ərimə fizikidir. Aqreqat halı dəyişir. Süzmə qarışığın ayrılma üsuludur. Fizikidir. Qızqırma kimyəvidir. Tərkib dəyişir. Uyğunluğu xətlərlə göstər. Dəmirin paslanması adi şəraitə gedir. Əhəng daşının parçalanması fasiləsiz olaraq qızdırıldıqda gedir. Təbii qazın yanması ilkin qızdırma kifayətdir. Hadisələrin adını yazın. Onların fiziki və ya kimyəvi olduğunu müəyyən edin. Meyvələri böyük bir qaba yığaraq əzdikdən sonra bir neçə gün ərzində baş verir kimyəvi hadisə. Qızqırma. Soyucudan su dolu stəkanı çıxarıb masanın üzərinə qoyduqdan bir müddət sonra baş verir. Fiziki hadisə. Biz bunu pəncərəmizdən, yeni şüşəmizdən su damcılarının töküldüyü zamanda müşahidə etmişik. Heç bir kimyəvi çevrilmə baş vermədi ki, fiziki hadisədir. Bir-birində həll olmayan mayeləri ayırmaq üçün fiziki hadisədən, yəni fiziki sudan istifadə olunur. Bu da fiziki hadisədir. Sonra çevrilmələrin fiziki və ya kimyəvi olduğunu müəyyən et, fikrini əsaslandır. Burada bizə qarışıq verilib və qarışığı süzmə üsulu ilə tərkib hissələrinə ayırıram. Qarışığın tərkib hissələrinə ayrılma nə oldu? Fiziki. Süzmə idi və fiziki. İkincidə baxıram ki, ağacı sındırdılar, doğradılar, belə deyək, qırdılar. Bu nədir? Tərkib dəyişmədi ki, ona görə oldu fiziki. Ancaq üçüncü prosesdə yanma baş verib. Yanma baş veribsə bu nə olacaq? Kimyəvi. Yanma baş verib, tərkib dəyişib və kimyəvidir. Keçirik növbəti suala. Hadisələr fiziki və ya hansı kimyəvidir? Havadan azotun alınması dedik ki, maye havanı daha doğrusu mayeləşdirirlər və mayeləşdirdiyimiz zaman fraksiyalı distillə vasitəsilə havanın tərkib hissələrini ayırmaq mümkündür. Azotu, oksigeni, karbon qazını. Bu zaman heç bir kimyəvi hadisə baş vermir, fizikidir. Sudan hidrogenin alınması su H2O, hidrogen isə H2 kimyəvidir, fərqli tərkiblərdir. Ağızdan kömürün alınması, ağızdan kömürü almaq üçün yandırmaq lazımdır və yanma kimyəvidir. Xorək duz və su qarışığından duzun ayrılması burada qarışığın ayrılma üsullarına aid olduğuna görə fiziki. Fikrinizi də bu cür əsaslandıra bilərsiniz. Fiziki və kimyəvi hadisələri müəyyən edin. Biz baxırıq ki, burada fərqli molekullar verilib. Birini götürək hidrogen, birini götürək oksigen, birini götürək hidrogen. Dəqiqə baxaq. Bura oksigen götürək. Bunu da götürək hidrogen. Burada da hidrogen, bu oldu oksigen. Baxırıq, demək fərqli iki molekuldan yeni bir molekul əmələ gəldi, su molekulu. Demək ki, bu nəymiş? Kimyəvi. Sonra burada biz sudan danışdığımıza görə suyu götürdük və baxırıq ki, molekullar arası məsafə, sıxlıq, molekulların bir-birini cəzb etməsi dəyişib. Yəni bir aqreqat halından digər aqreqat halına keçib. Bu isə fizikiyə aid olacaq. Kimyəvi reaksiyaların söz tənliyi formasında ifadə olunur. Reaksiyanın statik modelinə əsasən onun söz tənliyini tərtib edin. Metan, CH4 metandır. Üzərinə oksigen gəlirik. Və alındı karbon qazı. Su. Reaksiyanın söz tənliyinə əsasən onun hissəcik modelini tərtib edin. Azotu götürdük, tutaq ki, qırmızı rəngdə. Götürdük. Bu reaksiyanı mən kənarda yazım, sonra sizə sayıları müəyyən etməyə kömək edin. Baxın, azot N2-dir, üzərinə hidrogen gələndə H2 şəklində gələcəm və alınacaq nə? NH3. Burada azotun sayı 2 dənədir, ona görə NH3-ün qarşısına 2 yazacağım. Yazdığım bu 2 həm azota aid olur, həm hidrogenə aid olur. Onda sağ tərəfdə azotun sayı 2, sol tərəfdə azotun sayı 2 oldu. Ancaq sağ tərəfdə 2 vur 3 azotun sayı 6-dır. Sol tərəfdə
hidrogenin sayı daha doğrusu sağ tərəfdə 6-dır, sol tərəfdə isə 2-dir. 2-ni 6-ya gətirmək üçün nə etməliyəm? 3-ə vurmaq lazımdır. Bu zaman mən yazanda azotu yazdım, hidrogeni 3 dənə yazacağım. Belə yazaq. 1 hidrogen, axı burada 3 dənə yazmışıq. 2 hidrogen, bu da 3-cü. Biraz görünüş baxımından yaxşı olmadı. NH3, NH3 yazarkən azotu nə götürdük? Qırmızı. Hidrogenləri nə götürmüşük? Mavi. Ona görə NH3-də 3 dənə hidrogen olduğuna görə belə yazırıq. Və neçə dənə idi? 2 dənə. Ona görə bir dənə də NH3 yazırıq ki, bizə yuxarıda verildiyi kimi biz də modeli hazırlaya bilək. Diqqətiniz üçün minnətdaram. Ümid edirəm ki, videolarım sizin üçün faydalıdır.